Herkese salam. Boy. Uşaqlar, bugün Rabiyə bizi Cafe Love City'yə yemək içməyə gətirib. Görürsünüz də necə ac, necə yazıq bir vəziyyətdəyik. Şəhriyar burgerə gömülür. Burada nə qədər güldüm. O boyda kişi ağzım burnum mayonez içindədir. Nəysə, Rabiyə bizi yemək içməyə gətirib. Niyə Rabiyə gətirib? Çünkü biz YouTube'da avamlıq edib oynadığımız bir oyuna görə bugün Rabiyanın köləsi olmaq məcburiyyətində qalmışıq və bizə ilk əmri məni Cafe Love City'yə aparın yemək içməyə olub. Yəni bir növ one shotuna gəlmişik. Yedizdirdi, içizdirdi. İndi burnumuzdan gətirmək üçün bizim üstümüzə ofisant önlüklərini geyindirdi. Hər sözün bir dildəndir. Və başladı yediyimiz yeməkləri burnumuzdan gətirməyə. Əsnaf da isyan edirdi az öncə gördünüzsə. Dedi, indi mənə şirniyyatlar gətirin. Cafe Love City'nin Cadillac browniesini istədi, bananlı waffle'ını istədi, suflesini istədi. Biz də neyniyəyik? Məcburdayıq. Söz ağızdan bir kere çıxar bizdə. Siz hepiniz Ofelia tək. Nəysə, sonra bizi qabağında oynatdı. Dedi, oynayın, mən əylənmək istəyirəm, ürəyim sıxılır. Mən boyda arvadı qabağında oynatdı bu. Nəysə, bunun acığını video qutarandan sonra çıxaram. Uşaqlar bilmirlər necə acığını ondan çıxsınlar. Hər oyun arası bir dənə qapaz ilişdirdilər ona. Sonra dedilər, yox belə olmaz, biz belə dözə bilmirik. Kucaqladıq Rabiyanı, dedi bunu aradan çıxardıq, canımız bir dəfəlik qutarsın. Bura Cafe Love City'nin ad günü otağı idi deyə rahat-rahat hər şey elədik. Yəni əyləndik, güldük, danışdıq. Sonra dedi də yazıqsınız, oturun siz də mənlə bir yerdə şirniyyat yiyin. Elə onun deməyinə peşman oldu ki, Cafe Love City'nin şirniyyatlarını o kadar sevirik ki, cumuşduq bütün şirniyyatlara. Rabiyə ağzı açıq qaldı, baxdı ki, dedim gəlin yiyin, demədim başıma çıxın. Nəysə, köləliyimiz bitdikdən sonra məkanın həqiqətən dadını çıxartmaq istədik. İstəyirəm sizə buranı göstəreyim. Bura bizim sevimli ad günü otağımızdır. Qızların ad günü otağıdır bu arada. Oğlanların ad günü otağı başqadır. Gəlin sizə koridorda göstərim. Oğlanların ad günü otağında hal-hazırda ad günü var. Maşallah bir dəqiqə boş qalmır. Ona görə göstərə bilmirəm oranı. Amma bura koridordur. Həm qızlar, həm oğlanlar üçün çox qəşəng şəkil çəkdirməyə konseptlər var. Vlogumuz bu qədər. Hələlik.